Söylədiyim kimi çıxmağına 3 gün qalırdı, o albom cəzası olmuşdu. Anam dostumun toyunda rəhmətə getdi. Mən anam hansı oynadığım oxuduğum yerdə o rəqs elədi və elə rəqs edərkən ürəyə partladı, rəhmətə getdi. Yəni ona nə sevinmək, nə kədərlənmək olmazdı. Mənim də bu albomum onun üçün çox sevindirici bir hal idi, ona dözmədi. Ondan başqa, yəni necə deyim, həqiqətən də böyük bir itki idi mənim üçün. Və kədər də elə oradan başlayır ki, insanın başına bir ağır işlər gələndə, yəni əgər dostun çevirən güclüdürsə, nə qədər də olmasa səni tək qoymurlar, səni o bataqlığa düşməyə qoymurlar. Amma bu da bir müddət olur. Hamı gedəndən sonra mən onda təşliyimi hiss elədim. Əlbəttə ki, ana insan üçün çox böyük bir dəstəkdir. Ana olmayandan sonra məncə... Yəni ilk Qəmli mahnım da elə ana mahnısı ilə gəldi. Məsələn, 99-cu ildə ikinci albomum, məsələn, məni tanıtdıran albomlardan demək olar ki, bugünkü günümün bünövrəsin demək olar ki, o albom oldu. Məsələn, o albomda məni tanıtdıran iki mahnı vardı. Biri Bəxtsiz Gəlin yaşanmış idi, biri də mənim özüm yazdım ana mahnısı. Yəni hələ də məsələn, o gündən 15 il keçir, elə bir məclis yoxdur ki, məndən o ana mahnısını istəməsinlər. İndi bizim üçün də və tamaşaçılarımız üçün də biraz ifa eləyə bilərsiniz. Olar, olar. Fələk aldı anamı, mənə candan yananı, dərdə düşmüş bu ürək, alışamaq yanamı. Uzun olur sensiz keçən gecə, yoxluğuna necə dözüm necə, yalqız qoyub getdin məni sən səssizcə. Uzun olur sensiz keçən gecə, sensizliyə necə dözüm necə, yalqız qoyub getdin məni sən səssizcə. Qalmışam yana yana yananam, kim yanacaq bu halıma yananam, qıyma yazıb alana yananam, ürəkdə üzmür ayrılığım. Qalmışam yana yana yananam, anam anam, kim yanacaq bu halıma yananam, anam anam, qıyma yazıb alana yananam, anam anam, ürəkdə üzmür ayrılığım. Belə. Çox pis oldum həqiqətən də Musa bəy. Yəni bu mahnının sözləri həqiqətən də çox insana təsir eləyir. Allah heç kimə ana itkisi nəsib eləməsin. Amin, Çünki çox pis şeydir həqiqətən də. Və mən sizə doğrudan da Allahdan səbir arzulayıram. Bundan sonra işlər bizdə də sizə uğurları arzu edirəm. Allah razı olsun. İnşallah bundan sonra nailiyyətləriniz, uğurlarınız daha da bol olar. Böyük oldu, böyük faciə oldu mənim üçün. Və əsas məni yandıran səbəblərdən də biri oldu ki, bunu ilk dəfə qeyd edirəm. Yəni, düzdür, bütün insanların xarakterinə hörmət qoyuram. Hər öz həyatını yaşayır, necə yaşayır, özünə aiddir. Bir şey qeyd edeyim ki, 96-97-ci illərdə biz evdə ansamblla məşq eləyəndə hələ indiyə qədər bir-birinin üzündən öpüb. Nə indiyə qədər atam mənim üzümdən öpüb, nə də ki, mən onun üzündən öpmüşəm. Bir dəfə anam məni çəkdi qırağa, dedi ki, bəlkə mən də bir xalq mahnısı oxuyum, yadigar qalsın. Mən çox əsəbləşdim üstünə ki, ola bilməz ki, sənin səsin zapisə düşsün. Amma indi həqiqətən çox peşmanam. Əgər o zapis olunsaydı, bugün mən ona gecə-gündüz sevə-sevə qulaq asardım. Təəssüflər olsun ki, onda ona icazə vermədim. Və indi də icazə versəydiniz, mən həmişə düzdür, suallarla bağlı cavab vermişəm, amma o necə ki bir çəkilən əziyyətin pərdə arxası əziyyətləri də olan kimi
Mənim də həyatımda pərdə arxasında həmişə bir insan qalır. Bu mənim atamdır. Həqiqətən mənə çox dəstək olub. Yəni 7 il Bakıda Naxçıvanın Səvirək kəndindən, ucqar bir kənddən 7 il Bakıda gəlib oxuyub qayıtmaq, 2 aydan bir getmək, gəlmək o vaxt üçün bir valideyn üçün həqiqətən çox çətin idi. Amma yəqin ki, atam da hiss eləmişdi ki, bu əziyyətin bir bəhrəsi olacaq. Maddi baxımdan demirəm. İnsani baxımdan bir atalıq borcu olaraq bilirdi ki, çəkdiyi əziyyət heçə getməz. Mən buradan ona təşəkkür edirəm. Bəlkə ilk dəfədir ona təşəkkürümü bildirirəm. Mayın 1-də 65 yaşını tamam elədi. Allah ona daha da uzun ömür, can sağlığı qismət eləsin. Yəni, atamla mənim oxşarlıqlarım çoxdur. Atam 2 yaşında olanda anasını itirib, mən 22 yaşımda olanda. Onun da 3 oğlu, bir qızı var, mənim də 3 oğlum, bir qızım var. O da 2-ci ailəsi ilə yaşayır, mən də 2-ci ailəmi yaşayıram. Və bir nüansa da toxunmaq istəyirəm ki, mənim həyatda Allah Taala'dan sonra sevdiyim atamdır. Eləcə də atamın bilirəm ki, mənə sevgisi öyrətdir. Amma indiyə qədər bu bir-birini çox istəyən insanlar hələ indiyə qədər bir-birinin üzündən öpüb. Nə indiyə qədər atam mənim üzümdən öpüb, nə də ki, mən onun üzündən öpmüşəm. Fərqi yoxdur. 2 il ayrılıq olub, 3 il ayrılıq olub. Bilmirəm da olmayıb. Yəni 7 yaşıma qədər, 6-7 yaşımı xatırlayıram. Heç bilmirəm uşaq vaxtı məni oynadıb ya oynatmayıb, yadıma gəlmir. Amma özümü başa düşdüyüm vaxtlardan... Hal-hazırda atanızı görürsünüz? Əlbəttə ki, görürəm, gedirəm, gəlirəm. Amma fərqi yoxdur, 2 ildən sonra da görüşsək biz. Elə olub ki, 3 ildən sonra görüşmüşük. Yenə biz sadəcə əl verib bir-birimizdən keyfal eləyərik. Yəni mən də çox istəyərəm, qəlbimdən həmişə keçib ki, təbiətimizin ağır olmağı, utancaqlıq mı deyim, bilmirəm da bunun adını necə qoymaq olar. Yəni, bir insanı çox istəyəsən, amma... Üsal bəy, Bəxtsiz Gəlin mahnı haqqında bizə biraz məlumat verə bilərsiniz? Əlbəttə, bayaq qeyd elədiyim kimi, yəni Bəxtsiz Gəlin və Ana mahnısı mənim indiki, necə bir bina kimi təsəvvür eləsək, himn məsələsidir. Ana mahnısı öz həyatımla bağlı idi. Yəni, hər kəsin bir anası var, hərənin bir yaralı bir yeri var. O baxımdan, ikinci bizim yaralayan bir yer nə ola bilər? Sevgi. Bəxtsiz Gəlində o həssas nöqtələrdən biri idi ki, həqiqətən də çox sevildi o mahnı, həddindən artıq çox sevildi. Hətta jurnalist var bizdən, səhv eləmirəmsə Tahirə xanımdır, ya Tərəni, Tahirə xanım. O, Türkiyədə gedib, o sərhədlərlə bağlı nəsə var idi Türkiyədə, getmişdi və orada Türk ərazisində bütün millətdən intervyu götürmüşdü ki, Azərbaycan müğənnilərindən kimi tanıyırsınız. Onların hamısı Bəxtsiz Gəlinə görə məni demişdilər. Yəni, onun da tarixçəsi var. Onun sözlərinin musiqisini siz yazmamışsınız? Yox, musiqisi dediyim kimi, bizim deyil, məndən əvvəl onu biz uşaq idik, deyəsən, Valih Abbasov səhv eləmirəmsə oxumuşdu. Sözlərini bizim kəndimizin gözəl şairi Aydın Arslan yazmışdı. Çox gözəl sözlər idi, çox həddindən artıq maraqlı sözlər idi. Təbiiyinə görə, təbii olduğuna görə də həqiqətən çox sevildi. Bizim əlimizdə olan məlumata görə siz bir xanımı istəyirdiniz, onu sizə vermədilər. Yəni, sizin həyatınız ondan alınmadı. O mahnıda da siz o xanıma həsr eləmişsiniz. Yekəxanalıq olmazsın. Mən indiyə qədər heç bir qızdan yox cavab almamışam. Ta ki, uşaq vaxtından danışıram, yəni uşaq məktəb dillərindən. Amma o hadisə mənim başıma gələn bir şey deyil. Dediyim kimi, sözlərini yazan insana məxsusdur. Biraz zümzümə eləyə bilərsiniz bizə. Olar, olar. Qatar-qatar maşınlar aparırlar gəlin səni, çarəsizcə buraxır bu zavallı yarın sənim. Qatar-qatar maşınlar aparırlar gəlin səni, çarəsizcə buraxır bu zavallı yarın səni. Ah, inan ki bu dünyada özüm qədər sevdim səni. Gün gələr bu gerçəyi anlayarsan Bəxtsiz Gəlin. Ağ gəlinlik altından son dəfə bax sevdiyinə, qəlbini ona bura aparma sən getdiyinə. Ağ gəlinlik altından son dəfə bax sevdiyinə, qəlbini ona bura aparma sən getdiyinə.
min kərə, milyon kərə qarğız taleyinə. Qınama boyunda sən sevdiyini bəxtsiz gəlin. Ah, min kərə, milyon kərə qarğız taleyinə. Qınama boyunda sən sevdiyini bəxtsiz gəlin. Al gelinlik altından son defa bak sevdiğine. Kalbini yana bırak aparma sen gittiğine. Al gelinlik altından son defa bak sevdiğine. Gəlin Vüsal bəy, qəmli notlardan uzaqlaşıb keçəysin gələcəkdə olan planlarınıza. Bizə və tamaşaçılarımıza danışa bilərsiniz, gələcəkdə nə kimi planlarınız var? Danışaram, xoş olar mənim üçün. Birinci növbədə fikirləşirəm ki, mənim konsert barəsində düşünürəm ki, 12 ya 13 il bundan qabaq 2001-ci ildə Şəhriyar adına Mədəniyyət Sarayında olub konsertim. Düzdür, vaxt desəm, düz çıxmaq üçün çox gecdir. Yeni konsertlər eləmək lazımdır. Mənim də planımda var ki, sentyabr ayı inşallah qismət olarsa Yaşıl Teatrda açıq hava konsert eləmək istəyirəm dinləyicilərim, təvəssükarlarım üçün. Yeni mahnılar üzərində işləyirəm, aranjmanlar olunur. Kövrə ürəyim oxuduğum mahnıya gözəl bir klip çəkmək istəyirəm. Çünki o mahnının sözləri elə bir şeydir ki, yəni normal həyatda götürsə çox insanın yaşadığı bir hadisədir. İstəyərəm ki, elə bir klip çəkim ki, çox insan ondan ibrət götürsün. Düzdür, bu yenilik olmayacaq, bu barədə çoxlu kinolar, özüm görmüşəm, məsələn, İbrahim Tatlıses'in düşünməsində bu barədə süjetlər var. İstəyərəm bunu klip formatı ilə dinləyicilərimə təqdim edeyim. Sonra yaşadığım kənd, böyüdüyüm kənd, Sədərək haqqında bir veriliş eləmək istəyirəm Allahın köməkliyi ilə. Sədərək yeganə kənddir ki, Azərbaycanın Türkiyə dövləti ilə olan 11 kilometr sərhəddi bizim kənddə yerləşir. Gömrük bizim kənddədir. Elə bir kənddir ki, 3 dövlətlə sərhəd. Mən çox istəyərdim ki, məsələn, o kənd orada yüzlərlə şəhidin qanı bahasına qalır. Məsələn, mən yadıma gəlir 92-93-cü ildə gedəndə mənim atamın 50-yə yaxın yaşı vardı, atam vuruşurdu, böyük qardaşım vuruşurdu, mən onların paltarının zadını yuyurdum. Yəni, o əziyyətlər bahasına o kənd yaşayıbdır. İstəyərəm ki, bütün Azərbaycan xalqı o kəndi yaxından tanısın. Qalan sözlərimdə inşallah o kənddən bir gün veriliş elədiyimdə ürəyimdən keçən arzuları oradan qeyd eləyərəm Allahın köməkliyi ilə. İnşallah Allahın köməkliyi. Artıq Vüsal bəy, verilişimizin sonuna çatdıq. Çox sağ olun, təşəkkür edirik ki, öz vaxtınızı ayırıb gəldiniz. Öz həyatınız barədə, öz gələcək planlarınız barədə bizlə və tamaşaçılarımızla bölüşdünüz. Təşəkkür edirik. İnşallah uğurlarınız daha da bol olar. Allah razı olsun. Mən də necə deyim, ürəyimi boşaltdığım üçün, arzularımdan, xəyallarımdan danışdığım üçün, mənə bu fürsəti verdiyiniz üçün sizə, Xəzər televiziyasına, ikinci sənət verilişinə və onun bütün əziyyət çəkənlərinə özlərim minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, mənə bu şansı verdilər. Allah hamımızdan razı olsun. Tamaşaçılarımıza da bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun, təşəkkür edirik. Sağ olun.